Ama 3 günlük yığmasan, 3 günlük yoksa, her gün yığını çatana varsan, hardasan be? Hardasan be? Hardasan içim yanır. 2 gündür seni gəzirəm, tapmıram ayol. 2 gündür gəzmədiyim, getmədiyim yer yox ayol. Ülvi mənlə telefonla hər gün aşırı əlaqələr saxlayırdı. Necəsən, nə var, nə yox. Yəni onunla o mənim balam olmayıb. O mənim dostum olub, qardaşım olub, sirdaşım olub. Yəni bizim aramızda ata-bala münasibəti olmayıb. Biz sirdaş olmuşuq. O heç kimə demədiyi sözləri mənə deyib. Mən heç kimə demədiyim sözləri, ailəmdən gizlətdiyim sözləri Ülvi bilir. Dostumuz olub, dostum olub. O mənim oğlum olmayıb, dostum olub. Mən ondan xəbərsiz gedib Çasta ona sürpriz eləyib onunla görüşmüşəm. İndi həmən bu kadrları sizə verəcəm. Sağ ol qadam, sağ ol. Nətəsən? Sağ ol. Nə istəyirsiniz? Özüm sürpriz elədim ki, xəbərin olmasın. Gözləmirdim, gələsiniz. İmana hazırlaşırdıq, dedilər görüşürük. Amma o təhlikdə həmişə mənim əlim vurdu kürəyimə deyir, sən mənim atam yox, sən mənim buratımsan. Dostunuzu itirmişsiniz. Bəli, dostumu itirmişəm, sirdaşımı itirmişəm. Vətən sağ olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən yenə də övladımla qürur duyuram. Fəxr eləyirəm ki, bugünkü gün mənim övladım şəhiddir. Deməli qeyd edeyim ki, şəhidimizin məktubu yazmışdı anasına və məktub hal-hazırda indi gəlib çatır, eləmi? Belə özünüz ətraflıqda deyin. Bu necə olub məktub indi çatır? Deməli bunu bir neçə vaxt bundan qabaq tədbir olunmuş orada. Ham anasına məktub yazırmış, bu da götürüb anasına məktub yazırdı. Hər halda siz bir yarım saat olar mənim yanımdasınız. Məktub bax, al budur, heç bir açılmayıbdır. Bəli, indi gəldi məktub. Bir yerdə açacağıq. Nə var bir yerdə oxuyaq. Hələ ki açılmayıb məktub tam. İndi göndəriblər. Bir yerdə açıb oxuyarıq. Nə yazdığında birlikdə bilərik. Bunu siz özünüz oxusanız daha yaxşı olar. Yox, siz oxuyun. Yox, siz oxuyun, mən qulaq asarım. Elə müəllim oxusun, gəlin. Hə, mən də oxuyam. Allah haqqı ürəyim parça olacaq. Gəl. Gəlin, gəlin siz oxuyun. Siz qardaş çəksin, siz oxuyun. Yaxşı. Ən yaxşısı siz oxuyun. Ona deyil. O bu çəkilər olur. Salam ana, mənəm oğlun Ülvi. Necəsən? Necədir vəziyyət? Bilirəm darıxırsan. Mən də səndən ötürü, sizlərdən ötürü darıxıram. Arada olur otururam, öz-özümə fikirləşirəm. Görəsən anam nə edir? Necədir? Ətrindən ötürü darıxmır. İnşallah 7 ay qalıb. Sağ-salamat gələrəm. Darıxma, sən də yaxşı olacaq. Darıxma, sən də yaxşı olacaq. Hər şey. Öpdüm gözlərindən, bacılarımdan. Mən əvəzdən öp, qucaqla. İnşallah 7 ay sonra görüşərik. Hələlik, bunu çalış, xatirə kimi saxla. Çalış, bunu xatirə kimi saxla. Axırıncı səfər gedəndə dedi ana, son dəfə deyirəm sənə, gələndə şəhid qayıdacam, ağlama, pis də olma, 4000 dənə şəhiddən heç də artıq deyiləm, fəxr edirəm ki, vətənim üçün qulluq edirəm. Nənəsinə də dedi ki, anam, bacım sənə əmanət, Fəxri xiyabanda bastırılmaq istəmirəm. Mən babamı çox istəyirəm. Mən şəhid olub gələndə məni babamın yanında bastırarsınız. Öz torpağımda bastırarsınız. Bu da sənin vəsiyyətimdir ana.
başını dik tut. Vətən yolunda, torpaq yolunda sizin qeyrətiniz, anam bacılarımızın qeyrəti üçün erməni ilə üz-üzə gəlməyə hazıram. Baxmayaraq ki, yaşamazdı, amma devlətimin mənə verdiyi təlim, tərbiyə bizə o gücü verir ki, biz vətənimizi qoruyaq. Hər zaman da deyirdi, ana, elə bir ad qazanacam, elə bir ad yaşadacam ki, özüm üçün elə bir sahə seçəcəm ki, məni bütün dünya tanısın. Çox şükür ki, mənim evladımı gözəl adla tanıdılar. Ay, deyirsiniz ki, dost olmuşuq da. Sevdiği qız var idi mi? Deyirdim ki, ata bu qızı Yox, sevdim. əvvəl ola bilsin sevdiyi qız olubdu. Ancaq mən onunla keçən ayın, avqust ayının 20-si onun ad günüydü. İndi o ad günü şəkili də var məndə, o tortu uzadı, hər bir şeyi. Onu sizə verəcəm, elə xahiş edirəm, onu göstərəsiz. Ora biz çox getmişdik onun ad günü üçün. Mən bütün qohum əqrəbəmlə getmişdim. İstədiyi qızı mən soruşdum orada. Dedim, Ülvü, biz dostuq da, atabara deyilik. Dedim, bəlkə istədiyin qız zad var, ürəyə yatmış olar. Mən gedim, sən gəlincən onun evinə, nəysə gələnində bir şey olsun. Dedi, yox, ata, istədiyim qız yox. Ülvünün 19 yaşı var. 11 ayın əskəridir. 11 ayın əskər olmayağına baxmayaraq bu adam orada necə özün göstəribdirsə, necə olubdursa, mən bayaq da sizə çöldə söhbət eləyəndə dedim, o əskərlərin anası zəng vurub mənim üçün ağlayır ki, uşaqlar orada ağlayır ki, Ülvü şəhid olub. Balamdır, canımdır. Yəni, hər zaman sağalmayan yaramdır. Amma fəxr edirəm evladımla. Ona görə fəxr edirəm ki, heç bir anıya elə bir oğlu qismət olmur. Şükür ki, elə bir oğlu böyütmüşəm. Oğuldur, dərddir, çəkirsən. Ölənə qədər də çəkərsən. Amma vətənin başı sağ olsun, cümləmizin başı sağ olsun. Hər bir ananın, hər bir şəhid anasının əllərindən öpürəm. Fəxrimizdir ki, şəhidlik adını qazanıblar. Fəxrimizdir ki, elə oğulların anasıyıq. Vətən sağ olsun. Ülvü deyirmiş ki, mən elə bir oğul olacam ki, mən Azərbaycan tanıyacaq. Mən qəhrəman bir oğul olacam. Heç kimin gözləmədiyi bir oğul olacam. Yəni, bunu müəlliminə deyibdi. Bunu öz tələbələrinə deyibdi. Və mən balamla fəxr edirəm bugünkü gün. O tək mənim balam deyil, bütün Azərbaycan xalqının balası. Və oğlum şəhid olub, şükür Allaha, bu qədər torpaqlarımız azad olub. Oğul vətən üçündür. Bugünkü gündə sağ olsun, vətənimiz də bizi qiymətləndirir. Dünənləri mən 3 mərasimi vermişəm. Bütün respublika burada olub. Dövlət Qaçqın Komu, Füzuli rayon icra hakimiyyəti, bütün əməkdaşları, Qaradağ rayon icra hakimiyyəti. Mən baxıram ki, mən tək deyiləm, Azərbaycan xalqı var məndə. Və övladımla da qürur duyuram.
Fəxr edirəm ki, belə bir vətən üçün övlad yetişdirmişəm. Ülvi son kez iyulun 14'ünde bacısının toyuydu. Toya gelmişti. 15'i kaldı, 16'sında ne yola saldım. Kur'an'ın altından geçittim, yola saldım. Gitti yoldan, lekenden kayıttı. Dedim nene kurban niye kayıttın? Senetlerinden kalanı var. Dedi yok nene, senetinden kalanı yoktu. Dedim bəs niye qayıtdın? Dedim nene bu yolun dönməmək ehtimalı da var. Ola bilsin ki dönmədim. Gəldim mən səndən halallıq alım. Nene haqqıma halallığı. Əgər mən şəhid olsam, anam bazım sənə əmanət. Ağladım dedi nene. Mən öləndə əgər ölsəm, dönməsəm, mən babamın yanında dəfn eləyər atam. Təbii ki, 100% bizim düşmənlərimiz ermənilər baxacaq. Bax, bir şəhid atası kimi baxan ermənilərə nə demək istəyərdiniz? Düşmənimizə nə demək istəyərdiniz? Mən bir şəhid... Onlar sevinirlər ki, üzülür, şəhidimiz olur. Amma bir şəhid atasının mesajını istərdim eşidək. Mən düşmənlərimiz onu deyə bilərəm ki, mübarizlər, poladlar, ülvülər ölməyibdir. Şəhid olmayıbdır. Biz bir öllük, min dirillik. Ali baş komandanın bir əmri bizə kifayətdir ki, biz hamımız silaha sarılaq, vətənimiz uğrunda şəhid olaq. Əgər bir dənə ülvü şəhid olursa, ülvünün minlərlə, milyonlarla əskər qardaşları var. Dəfn zamanı paylaşılan videoda ülvünün balaca qardaşı da bayrağı təqdim edirsiniz orada. Bəli, mən orada o bayrağı ona təqdim elədim və lazım gələrsə, mənim o biri övladım da böyüyüb, Azərbaycan əskər olub, qardaşının yolunu gətirib, davamçısı olub, lazım gələrsə, müharibə şəraitimiz olarsa, qardaşının qisası tək ülvünün qardaşı deyil, bütün şəhidlər onun qardaşıdır. Və qardaşının da qisasını almağa hazır bir övladdır. Bax, bu ülvünün qardaşıdır. Onun tabutunun üstündə gəldiyi bayrağı da ümidə əmanət edirəm. Ölən bir yürünəsən, saxlasın, qardaşının qisasını alsın. Heç kimə gizli deyil. Ardı getsin. Allah rəhmət eləsin. Ülvünün bir bacısı var, Əzizə. Ən böyük arzusu onu idmançı görmək olubdur. Hətta Əzizə də mən inanıram ki, qardaşının qisasını idman arenalarında düşmənin kürəyin yerə vuraraq alacaq ki, budur. Qardaşımdan fəxr duyuram, çox şeydir. Onun ən böyük arzusuydu ki, mən idmançı olum. Mən çempion olum. Mən də çalışacağım ki, onun arzusunu yerinə yetirim, çempion olum. Saat 6'ya 20 dəqiqə qalmışdı. Sənə qurban. Gördüm ki, zəng gəlir. Daha hamı da yatır idi. Durdum, götdüm.
Qorxdum. Elə bildim atasına nəysə olubdu. Dedim ki, ölürsən sən? Dedi, hə, nənə. Dedim, nə olub, azarını çəkim. Dedi ki, nənə, səsini eşitmək istədim. Salamat qal. Heç başa düşmədim ki, balam haraysa gedir. Yenə vətən sağ olsun, sənə qurban. O babasının yurdunda. Biz Xankəndinlənik. Orada şəhid olubdu. Sevindirəm ki, balam vətən üçün. Allah şəhidlərimizə rəhmət eləsin, analarına səbir versin, qazilərimizə də can sağlığı. Bağça vaxtından komanda arzusunda olubdu. Həmişə mənə deyirdi, bu komanda nə olduğunu bilmirdi. Deyirdi ki, o biletkanı mən başıma böyüyəndə də qoyacağam. Ən böyük arzusu olubdu onun. Uşaq yaşlarından hamısı burada. Elə böyütmüsünüz də, igid kimi, qəhrəman kimi. Vətən sağ olsun. Həqiqətən də şəhid olmaq onun arzusu idi. Gedərkən də bildirdi ki, mən gedirəm, şəhid olacağam. İstəyim budur ki, mənim şəklimi böyüdüb, zalımıza vurarsan və mənim xatirəmə yarışlar keçirdin. Düz belə bir söz dedik, biz onu zarafat kimi qəbul elədik, ciddiyə harasa almadı. Ancaq bugün həqiqətən də onun dediyi sözlər bizim ağlımızdan çıxmır. Tarix yazdı, Bəli. tarix yazdılar. Gənc yaşında, 18 yaşında ölkəmizin suverenliyi uğrunda, ərazi bütövlüyü uğrunda qəhrəmancasına canından keçdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ana ağlama, Qarabağlama, oğlun şəhid oldu. Yarım ağlama, ürəyi dağlama, qəbrin nurla doldu. Ana ağlama, Qarabağlama, oğlun şəhid oldu. Yarım ağlama, ürəyi dağlama, qəbrin nurla doldu. Ülvünün komandirinin adını çəkmək istəyirəm. Onun Leytenant Tapdıq Bayramov. Quba rayonunun Qonaq kəndindəndir. O da şəhid olubdu. Mən ilk öncə onun şəhid xəbərini aldım ki, Tapdıq şəhid olub. O Tapdığın şəhid olduğunu mən eşidəndən sonra mən dedim, mənim oğlum şəhiddir. Leytenant əskər münasibəti olmayaraq onlar elə bir doğmalıq yaratmışdılar ki, onlar qardaşdan seçilmirdilər. Elə bir ikinci balam itirmişim. Tapdıq mənim üçün orada həm qardaş olub, həm oğul olub mənim övladıma qarşı. Yəni o Tapdıq bir mənim övladım üçün yox, bütün əskərlər üçün elə olubdu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətənimiz sağ olsun, millətimiz sağ olsun. Bayrağımız sağ olsun. Olsun oğul, qəbrin nurla, nurla olsun oğul. Xalqımız sağ olsun, prezidentimiz sağ olsun. Bütün nə qədər biz istəyənlər var, hamısı sağ olsun. Nə deyə bilərəm? Allah Azərbaycanı qorusun. Allah müsəlman dövlətlərini qorusun. Başda Azərbaycan, Türkiyə olmaq şərti ilə. Allah cənab prezidentimizə can sağlığı versin, onun yumruğunu daha da möhkəm eləsin. O tankı götürüb ki, yerinə yumruğunu qoyursa, deməli o öz sözünü deyib və deyəcəkdir.